Hər kəsə salam. Bu gün Çində təhsili barədə ikinci videomu. Birinci mən əsasən deməli təqaüdlərdən danışmışdım. Gəlin ikincidə isə demişəm ki, müqayisəli təhlil eləyəcəm iki ölkədəki təhsili. Yəni mən bu müqayisəli təhlildə məqsədim Azərbaycan təhsilini türklər demiş gömmək deyil. Yəni Azərbaycan təhsilində də kifayət qədər üstünlüklər var. Düşünürəm, yəni oxuyana, kim ki oxumaq həqiqətən istəyir, onlara var. Amma ümumi əlbəttə ki, boşluqlar həddən artıq çoxdur Azərbaycandakı təhsildə. Bu ayrıca bir danışacaq mövzudur, amma yəni müqayisə üçün demək istəyirəm ki, Azərbaycanda işləmişəm universitetdə, dərs demişəm Bakı Dövlət Universitetində. Hə, maaşlar müqayisə olunacaq kimi deyil də, yəni başa düşürsünüz. Yəni buna görə də təhsil keyfiyyəti çox düşür. Ölkə nə vaxt ki öz müəlliminə dəyər verir, o vaxtda ölkədə müəllim ölkənin təhsilinə dəyər verir, belə deyək. Və ixtisaslı kadrlar müəllim olmağı seçir. Amma yəni bizim ölkəmizdə biraz bundan uzaqlaşır məsələ deyə təhsil keyfiyyəti çox yüksək deyil. Amma yenə deyirəm məqsədim çabucaq təhlil etməkdir. Fərqlər nələrdir? Birinci, bakalar ikisinə 4 ildir, Çində də Azərbaycanda da bakalar 4 ildir. Magistratura Azərbaycanda 2 il deyəsən, Çində 3 ildir. Demək olar ki, 3 ildir. İngiliscə təhsil səhv etmirəmsə olan bəzi ixtisaslar, hamısı yox, 2 il ola bilər, amma əsasən çoğunluqla 3 ildir. Doktorantura Çində 4-5 ildir, Azərbaycanda da bilmirəm. Deməli, gəlin baxaq bəs fərqləri nədir? Necə fərqli metodlarla öyrənirik? Azərbaycanda mən universitetdə olanda kifayət qədər yaxşı oxumuşam. Dövlət Dərsi Akademiyasında beynəlxalq münasibətlər oxumuşam. Kifayət qədər yaxşı oxumuşam. Yəni 97 ortalama ilə bitirmişəm. Çox da yaxşı bilirəm təhsildə nələr var, nələr keçirilir. Əsasən Azərbaycanda belə deyim də, ölü əzbər metodu gedir. Yəni biz nələrsə, hansı bir materialları əzbərləyirdik, gedir onu imtahan yazırdıq. Həm test olurdu, yazılı da olurdu, nə də olursa olsun ölü əzbər metodu idi. Yəni bizə bir araşdırma sualı qoyulmurdu. Yəni universitet tələblərində bu yox idi, təhsil tələblərində bu yox idi. Çində isə bəzi fənlərdən biz ümumiyyətlə yazılı imtahan vermirdik. Bizdə belə bir şey qoyulurdu, yəni araşdırma sualı qoyulurdu və biz onun ətrafında bir yazı işi yazırdıq. Və bu məncə məni daha çox inkişaf elətdirmişdi. Daha çox yox, müqayisə ilə çox inkişaf elətdirmişdi. Məsələn, bir fəndə mənim yadımdadır ki, yəqin ki, yaxın region olduğumuz üçün mənə İranı qoymuşdu müəllim, deməli siyasi təhlilini, İranın hansı dini ideal, nəsə belə maraqlı bir mövzu, yadımda deyil dəqiq olaraq. Mən bu sual ətrafında bütün İranı başladım araşdırmağa. Yəni görün necə bir araşdırma sualı mənə qoydu da. Amma Azərbaycanda biz əsasən mən bakalavr oxuyanda nə edirdim, magistraturanı bilmirəm. Bakalavr oxuyanda nə edirdik? Yəni suallar verilirdi, 100 dənə, 50 dənə, neçə dənə, 150 dənə bilmirəm sual verilirdi. Gedin buna hazırlaşın. Biz oturduq əzbərləyirdik və gəlib yazırdıq. Əzbərlədiklərimin nəsə yadımda deyil. Çində isə çox yazdığım, araşdırdığım mövzu indiyə qədər yadımdadır. Yəni bu məncə müqayisə ilə başa sala bilər ki, biz hansı bir şeydə effektivlik hansısa daha yüksəkdir. Yəni belə bir şey gördüyüm bu idi ki, Çində mənim də müəllimlərdən qiymət önəmli deyil də, get öyrən. Başa düşürsünüz, mənim əsas qabağıma o məqsədi qoyurdu. Hətta bir fən var idi bizdə orada, deməli din, siyasət və din. Və o fəndə mənim yadımdadır ki, çox maraqlı bir şəkildə, bilmirəm necə mənim deməli araşdırma sualım oldu Amerikada din. Yəni Amerikada dinin siyasətə təsiri. Çox maraqlı bir araşdırma yazmışdım orada. Səhv etmirəmsə müəyyən qədər bir söz limiti qoyurdular. Hə, 10.000 söz idi deyəsən. Yox, hə, 10.000 söz idi, bəli. 10.000 mi, 5.000 mi? Bax belə bir söz idi. Heroqlifdə, yəni mən Çincə oxumuşam. Və maraqlı bir şeylər yazırdıq və bu mənim məncə bütün o ölkəyə olan yanaşmamı dəyişirdi də. Və mən düşünürəm ki, bəli, daha effektiv olar elə. Yəni ölü əzbər nəyə lazım, bilmirəm. Bilik göstəricisimi deyil. Yəni ölü əzbər sabah yaddan çıxacaq bir şeydir. Amma nəyəsə görə universitetlərdə bizdə belə aparılır imtahan hazırlıq. Bir də deyəsən ADA-da elə deyil, ADA universitetində elə deyil, amma dəqiq yeni də bilmirəm. Biz öz universitetimdən danışıram və bacım da o vaxtı Neft Akademiyasında oxuyurdu, eyni metodla hazırlaşırdı. Biz eyni il getmişik, eyni metodla hazırlaşırdı. Yoldaşım da eyni universitetdə oxuyub, bacımla onda da bildiyimə görə eyni formatda gedirdi hazırlıq imtahana.
Deməli, amma Fudanda belə idi. Yəni biz yazı iş yazırdıq və imtahanlardan belə idi. Bir dənə Fudanda yazılı imtahan bir neçə fəndən olduğu yadıma gəlir. Bəli, nəzəriyyə kimi belə fənlərdən var idi. Onlarda da sual listi filan verilmirdi. Biz imtahana hazırlaşanda müəllim bizə verirdi kitab. Məsələn ki, get bu 20 kitabı oxu, bunların içərisinə salacam. Əlbəttə ki, 20 kitabı çatdırmırdım. Çinli deyiləm və Çin dilim o qədər sürətli deyildi. İndi o qədər sürətli olmaz. Zaten Çinli deyiləm çünki mən. Yəni bir imtahana burada söhbət gedir 2 həftədən hardasa hazırlaşırdıq və 20 kitab oxuya bilmirdim. 7 dənəsini oxuyurdum, 5-7 dənə arasında oxuyurdum və gedib rahatlıqla yazırdım imtahanlarımı. Və bir dənə imtahan yadıma gəlir ki, nəzəri biliklərimizi yoxlayan imtahanlardan biri də orada belə diplom almaq üçün desən Azərbaycanda da elə imtahanlar var. Bizdə universitetdə yox idi. Yəni finalda, final exam kimi idi. Yəni son imtahan idi. Bu da yazılmadı ki, yazılı olmuşdu içində bizdə və yenə heç bir list verilməmişdi, amma bir material verilmişdi. Ona əsasən gedib öyrənib yazdığım yadıma gəlir. Keçmişdim çünki materiallar verilirdi. Yəni kitablar da demək olar ki, hardasa eyni belə sferadan kitablar verilirdi. Oradan ən vaciblini seçirdim. 5-7-sini oxuyurdum və gedib imtahanı yazırdım. Demək, amma konkret sual qoymurdu deyə öyle əzbər eləmirdim. Məcbur idin oxuyasan, təhlil eləyəsən və sair və ilə axır. Bu belə formatda təhsil sistemində fərqlər var da. Yəni ikinci bir fərq, ən önəmli fərqlərdən biri idi məncə, qayıb deyilən bir şey yox idi içində. Yəni sən o dərsə gəlib gəlməməyin tamamilə sənin özünə asılıdır və o dərsin sənə lazımlı olub-olmağına asılıdır. Yəni Azərbaycandakı kimi mən yadımdadır ki, bir 10 dəqiqə keçkənə müəllimlər yer axtarırdı. Düzdür, məndə deyildi belə. Müəllimlər mənə qarşı çox yaxşı idi. Çünki mən də çox həmişə yaxşı oxuyan tələbə olmuşam. Yadımdadır ki, belə bir müəllimlər vardı universitetdə ki, güdürdülər ki, tələbə geciksin ki, o qaybı ora yazsınlar. Özüm dərs deyəndə belə müəllim olmadım və ümid edirəm ki, bir gün Azərbaycan müəllimləri belə olmamağı seçəcəklər. Çünki o qaybın heç bir mənası yoxdur və tələbənin o dərsdə iştirak edib iştirak etməsi hörməti göstərmir. O dərsin keyfiyyətinin necə yüksək səviyyədə olub-olmadığını göstərir. Əgər dərs yüksək səviyyədə və keyfiyyətlidirsə, tələbə zaten o dərsə gəlib qaça-qaça gəlmək istəyir də. Yəni bu belə deyim də hörməti göstərmir. Sənin o dərsə müəllim olaraq sənin o dərsə qoyduğun eforun necə yüksək olduğunu göstərir. Məsələn, mən Bakıda dərs deyəndə yadımdadır ki, müəyyən bir qrup qız həvəslə gəlirdi və otururdu və öyrənməyə çalışırdı. Amma arxada oturan bir-iki dənə də oğlan var idi ki, maraqlı deyildi onlara. Mənə də onlar maraqlı deyildi. Yəni İstəmirsə zaten gəlməsin, dərsində də iştirak etməsin. Bu mənim üçün belə deyim də həll edici deyil. O mənə hörmətini ölçmürəm ondan. Çünki mənasız bir şeydir o qayıb ora yazmaq və yaxud da ondan bal kəsmək. Çində qaybla bal ümumiyyətlə kəsilmirdi. Amma dərsdə iştirakınla sənin belə deyim də ümumi nəticənə təsir ola bilirdi. Yəni sən dərsdə yaxşı iştirak eləmisənsə, müəllimə suallar vermisənsə, müəllimi izləmisənsə, ona öz biliyi dərs prosesində göstərə bilmisənsə, hə, sənin daha yüksək balın olacaqdı. Yəni sinifin hətta səhv etmirəmsə 25-30%-nə A yazmaq onların səlahiyyəti var idi orada. O A-lardan biri səndədir də. Yəni əgər sən dərsdə aktiv iştirak etmisənsə. Amma məsələ dərs var idi ki, bizdə axşam 9-da başlayırdı, yoxsa 8-də başlayırdı və gec bitirdi. Və elə olurdu ki, o dərsə getmək istəmirdim. Çünki gec idi və yorğun olurdum. Yəni o müəllim mənə heç bir şəkildə, hətta səhv etmirəmsə A minus yazmışdı mənə. Yəni A belə vermişdi. Yəni bunun mənim o dərsdə iştirakım onun mənə verdiyi balı heç bir şəkildə dəyişməmişdi. Təsir də eləməmişdi buna. Amma belə bir məsələ də vardı. Bəzən müəllimlər dərsdə elə maraqlı şeylər deyirdilər ki, məsələn elə bir aspektdən məsələni təhlil edirdilər ki, sən onu bilsən və imtahanda o sual sənə düşərsə onu yazsan, o tutacaqdı ki, sən dərsdə iştirak etmirsən. Yəni onu tuturdu o. Və bu sənin də balına təsir eləyirdi. Çünki elə maraqlı şeylər deyirdi. Məsələn bizim bir müəllimimiz var idi orada. Amerikada yaponların üzləşdiyi irqçilikdən danışırdı. Ümumiyyətlə irqçilik mövzusuydu və Yaponların 70-ci, 80-ci illərdə Amerikada üzləşdiyi irqçilikdən danışırdı və mən bu dərsdə iştirak etmişdim. İmtahanın sıfırında o sual mənə düşmüşdü və mən onun dediklərini yazmışdım. Mənə elə gəlir ki, o bu söhbəti tutmuşdu və mənə yenə yüksək ballardan vermişdi. Orada da balım çox pis deyildi. B üstəgəl, A açıq, bir-iki fəndən də D aldığım yadıma gəlir. D yox, C alır. Birindən cəmi D almışdım. Çox yaxşı yadımdadır müəllim. Bütün semestr hamımıza gülüb, Azərbaycan müəllimləri kimi özünə aparmış. Bütün semestr hamımıza gülüb, imtahanda hamımıza çox pis ballar vermişdi. Hətta mən yadımdadır ki, mən balımı kəsməsinin əsas səbəblərindən biri o idi ki,
Pinyinlə bir neçə dənə söz yazmışdım. Heroqlifini bilməmişdim və pinyinlə yazmışdım və məndən sonra dərsdə, növbəti dərsimiz ikinci dedi ki, mən ona görə sambalımı qırmışdım. Neyniyək, belə tip insanlar hər yerdə mövcuddular və xarici olsam da mənə onu güzəştə getmək istəməmişdi. Ə, və növbəti məsələm diplom işim. Diplom işində Azərbaycan və Çində diplom işi yazmaq belə yer və göy qədər birindən fərqli 2 dənə məsələ idi. Mən ora gedib diplom işini yazanda mən başa düşdüm ki, mən Azərbaycanda yazdığım diplom işi deyilmiş və mən ümumiyyətlə diplom işi yazmağı bilmirmişəm. Deməli, diplom işini bizdə bilirsiniz də necə yazırıq. Bütün materiallar hərdansa götürülmüş, copy paste, tərcümə, nəsə belə bir materiallardır. Yəni heç bir tələbənin özünə nəsə düşündüyünü düşünmürəm ümumiyyətlə. Çində isə sən belə bir şeyin yoxdur, yəni variantın yoxdur. Sən araşdırma sualı qoymalısan və araşdırma sualı, birincidən araşdırma sualı qoymalısan, bunları araşdırmalısan, sorğu keçirtməlisən, nəticə yazmalısan və s. və ilaxır. Yəni o işi sən yazmalısan. Mən bunun sırf o işin üstündədir ki, mən doktorantura oxumuram. Çində oxumağı hədəf planlaşdırmıram və ümumiyyətlə ondan sonra oxumamağı planlaşdırıram. O qədər çətin idi o işi yazmaq. Azərbaycanda kimi ya kopyala getsin deyildi. Yəni çox çətin idi o işi yazmaq. Yüksək analitik qabiliyyət istəyirdi və düzgün analiz istəyirdi də, yəni o iş səndən və əlbəttə ki, yüksək Çin dili. Dəhşət dərəcədə yüksək Çin dili istəyirdi. Hətta nöqtə vergülə qədər incəlik istəyirdi o iş məndən. Ona görə hətta hamıya deyirəm ki, Çincə oxumaqdansa ingiliscə oxumaq daha rahatdır Çində. Və əgər Çin dilinizi gəlişdirmək istəyirsinizsə, gedib magistr oxumaq kimi bir cəncəldənsə bir dil oxuya bilərsiniz. Magistr dəhşət şəkildə məni yormuşdu. Mənim Çin dilim çox yüksək idi. 5-dən getmişdim, 5-ci səviyyə ilə. Altın orda olanda almışdım. Yəni yüksək idi də, mənim Çin dili səviyyəm çox yüksək olub gedəndə də. Və bütün Chinese bridgelərdə iştirak etmişəm və s. və axır mədəni biliklərim hər bir neçə yayda Çin danışıram. Yəni mənim Çin dili biliyimdə problem yox idi. Oradakı orada çünki Koreyalılar vardı mənə bir yerdə gələn. Onlara belə çətin gəlirdi. Yəni Koreyalılar məktəbdə köhnə qədim Koreya dilidir, nədir, necə gedir bilmirəm. Osmanlıcada necə türklər keçirlər. Orada heroqlifləri öyrənirlər. Yəni onlara belə çətin idi də. Çində oxumaq çətindir. Yəni top universitetdə oxursunuzsa vəbşə çətindir. Amma dəyir buna. Ona görə ki, sizə həqiqətən də bilik verir və sizin həqiqətən də analiz qabiliyyətinizi dəyişir. Yəni düşünürəm ki, mənə sual versələr ki, Çində təzə oxuyarsan, %100 oxuyaram. Amma magistrmı, dilmi bilmirəm. Yəni çünki magistr məni çox challenge edən bir şey oldu. Doktorantura oxumaq bu an üçün məqsədim yoxdur. Gələcəkdə daha az illik doktorantura olarsa oxumaq istəyərəm əlbəttə. Və mən düşünürəm ki, təhsil almaq, mən başqa ölkələri bilmirəm, Çində təhsil almaq sizi kör olmaqdan çıxardır da. Yəni bu dünyaya kör olaraq baxmaqdan çıxardır və çünki Azərbaycanda qəbul edirəm, Azərbaycanda da onda çox şeylər oxumuşdum, çox materiallar, amma dedim də bəlkə də o bütün Azərbaycanda oxuduğum o universitet dönəmində oxuduğum kitablardan daha çoxunu ilk bir semestrdə Çində oxudum mən. Yəni başa düşə bilirsiniz təxmini müqayisəni. Və kitabxana mədəniyyətini öyrənirsən, kitabxanaya getmək nədir? Azərbaycanda da gedirdik, amma maalesef kitablar çox azdır. Azərbaycanca kitablar ümumiyyətlə azdır. Nəsə, Azərbaycanla Çinin təhsilini zaten müqayisə edə bilmərik, amma burada oxuyanlara ümumi bir fikir formalaşsın deyə bunları deyirəm. Və mən düşünürəm ki, əgər Çində oxumağı planlaşdırırsınızsa dəyir buna. Gedin. Biraz ölkə mədəniyyəti fərqi ola bilər. Biraz yemək sizi challenge eləyə bilər. Bəzi şeylər sizi yora bilər. Amma oxumaqdan, yəni üzünüzü çevirəcək qədər çətinliklər deyil. Və mən düşünürəm ki, oxumaq istəyən və biraz da Çin mədəniyyətinə tolerant yanaşa bilən bir insansınız. Saxracan oxuya biləcəksiniz. Belə, əgər bu video sizin üçün maraqlı oldusa, əgər sizə hansı bir suallar doğurdusa, ümid edirəm ki, mənə əlaqə saxlayacaqsınız. YouTube rəylərinə sizi görməkdən şad olaram. Növbəti videolarda görüşərik.